Salam dostlar, günləriniz xoş getsin. Deməli dostlar, sizə bu gün bir bədii məqam barədə söhbət açmaq istəyirəm. Kimlərlə? Mənim sevimlilərimlə. Mənim sevimlilərimlə bir dənə bədii aləm açmaq istəyirəm burada. Qısa olacaq ancaq söhbət. Mənə çox ləzzət eləmişdi. İstədim sizinlə də paylaşım dostlar. Deməli, dostlar, mən sevdiyim bir yazıçı haqqında bir neçə dəfə söhbət açmışam. Onun bir neçə hekayəsi haqqında danışmışıq, düzdür. Onun içindəki bədii həqiqətləri, fəlsəfi həqiqətlərə çevirmişik. Bu Jorge Luis Borges'dir. Besroxorun Aləmi kitabının əslində gizli qəhrəmanlarından biri, o cümlədən Yer üzünün Əsilzadələri kitabında da onun müəyyən hekayələrini vermişəm, dostlar. Və dünya ədəbiyyatında mənim oxumaqdan heç vaxt doymadığım bilgisinə, erudisiyasına, sonra nə bilim, fəlsəfi dərinliyinə, ədəbi istedadına dərin heyranlıq duyduğum, həm də şəxsiyyətinə əlbəttə. Mənim sezdiyim, onun mətnlərindən sezdiyim şəxsiyyətinə böyük hörmət bəslədiyim, çox böyük, nə bilim, görüntüsündən, görünüşündən, söhbətlərindən, yəni ki, unudulmaz bir mənəvi, zehni, intellektual həzz aldığım bir yazardır Borges. Deməli, dostlar, Borges'in bir kitabını yenidən oxuyordum. Orada bir məqam var idi, onu bölüşmək istəyirəm. Çox belə, necə deyərlər, çox xüsusi məqamdır. Çox cəhətdən, indi mən çox dərinə getmək istəmirəm. Çox cəhətlərdən xüsusi məqamdır. Orada bir məsələ var. Deməli, Borges əsrlər öncənin, yəni ki, nə bilim, əlbəttə, ədəbi abidələrdən biri haqqında danışır. Klassik İtalyan şairi Alighieri Dante'nin İlahi Komediyasından. Yəqin ki, çoxumuz bu barədə məktəbdə eşitmişik. Alighieri Dante haqqında və İlahi Komediya haqqında eşitmişik. Məktəbdə yəqin ki, mən məsələn üçün yadıma bir hadisə düşür. Deməli, universitet vaxtında bizim ədəbiyyat müəllimimiz bu haqda danışırdı. Bir dəfə, deməli, Dante'nin doğum tarixini səhv salmışdı və mən onu doğru bildiyimi nəzərdə tutaraq gizlincə özümdən ləzzət almışdım. Yəni ki, mən müəllimədən ağıllıyam. O səhv bilir, ədəbiyyat müəllimidir, ancaq mən yaxşı bilirəm, doğru bilirəm. Əlbəttə, belə bir uşaq sayağı, belə, necə deyərlər, məhdud bir şöhrətpərəstliyə qapılmışdım. Amma əlbəttə ki, bu olan şeylərdə, yəni ki, müəllimin yadından çıxa bilər və s. Amma o vaxtı insan uşaq olur, biraz da dikbaş olur, nə bilim də. İlk gəncliyin bir çox naqislikləri olurdu, əlbəttə. Belə bir təsəvvür yadımda qalıb, xatirə yadımda qalıb. Mənim dostlar, Alighieri Dante'nin bir əsərindən söhbət açır Borges, ədəbiyyatşünas rolunda söhbət açır öz tələbələrinə deyəsən. Tələbələrinə, onu dinləyənlərə, tələbələrinə, ədəbiyyat sevərlərə bu barədə söhbət edir, ədəbiyyat haqqında. Orada Alighieri Dante'nin İlahi Komediyasından söhbət açır, onu yenidən aktual eləyir və çox incə məqamlar verib də, çox ləzzətlidir, nə deyim belə, heyranlıq doğurucu məqamlar haqqında danışır. Çox belə qəşəng bir dillə, aydın, anlaşıqlı, belə oynaq, ritmik bir dillə bu barədə söhbət açır. Və məsələ necədir? Və mən onun o söhbəti üzərində, xatirimdə qalan söhbəti üzərində bir söhbət qurmaq istəyirəm, dostlar. Çox ləzzət eləmişdi mənə o məqam, onu çatdırmaq istəyirəm. Deməli, Dante, Alighieri İlahi Komediyası
nə baxımdan orada belə necə deyəm, çıxış nöqtəsini götürüm. Deməli, Borges orada bir məqama toxunur. Yəni bir məqama toxunmaq deyəndə, yəni o bir məsələ haqqında danışır, amma mən elə bil ki, o məqamdan çıxış eləmək istəyirəm də. Bax, kitablar bir neçə buna toxunmuşuq. Yəni bütün yaxşı kitablar, indi Alighieri Dante'nin İlahi Komediyası daha çox böyük kitabdır da, klassikadır da, artıq əbədi bir kitabdır. Yəni ki, ədəbiyyat, poeziya, düşüncə, təfəkkür olduğu müddətcə, mənəviyyat olduğu müddətcə bizimlə bir yerdə olacaq bir kitabdır. Deməli, orada bir məsələyə mən bir neçə toxunmuşam dostlar. Kitabın içindəki xariqüladəliklər məsələsinə toxunmuşam. Bu həmən Borgesin o tapdığı məqamla əlaqəli bir məsələdir həm də. Deməli, mən bir neçə demişəm bu barədə, yəni sadiq tamaşaçılar bilirlər. Kitabı qoruyan cəhətlərdən biri nədir? Kitabın içində bitməz tükənməz xariqüladəliklərin olması. Beləliklə hər nəsil, hər kitabsevərlər nəsli, hər intellektuallar nəsli, hər sənətkarlar nəsli, hər mütəfəkkirlər nəsli həmən kitabı müxtəlif şəkillərdə şərh edir, tapıntılar tapır, onu aydınlaşdırır, aktual edir. Oradan dəyərlər çıxardır müxtəlif intellekt üçün, mənəviyyat üçün və kitab belə canlı qalır. Bax, məsələn, Alighieri Dante'nin İlahi Komediyası bu şəkillərdə canlı qalıb da, hələ də məsələn oxunur və o ədəbiyyatın, insanlığın bəlli bir gəlişməsi var da, dostlar, gəlişməsi var. Bu gəlişmə ağır-ağır gedir, yəni bu inkişaf ağır-ağır gedir, amma gedir, müəyyən hədlərdə gedir də. Çox çətinliklə gedir, ağır gedir, nə bilim, maneələrlə üzləşir, min cür burada problemlərlə üzləşir, amma yenə də az-az, xırda-xırda bir gəlişmə olur və bu gəlişmə sənətdə özünü göstərir də, ədəbiyyatdan, demək, ədəbiyyatdan daha çox fəlsəfədən və ya mənim təsəvvürümdəki ədəbiyyatdan, fəlsəfədən danışa bilərəm, özünü göstərir də burada. Və Alighieri Dante'nin məsələn İlahi Komediyası necə məsələ burada necədir? Deməli, Borges bir məqamı deyir ki, daha doğrusu mən əlaqələndirirəm də. Bax, məsələn, o Dante, əslində o kitab barədə siz məlumatlar tapa bilərsiniz. Yəni ki, qısaca məlumatlar tapa bilərsiniz, nədən söhbət gedir. Orada elə bil ki, Dante bir oyun qurur da. Yəni cənnət, cəhənnəm, əraf. Yəni mən o vaxtda çox hal-hazırda çox hazırlığı dövrəndə kitabı oxumuşam və haqqında da oxumuşam, amma indi daha dəqiqləşdirib danışa bilərəm, amma siz zaten bilirik də, yəni orada Dante elə bil ki, qısaca necə deyim də, yəni bir cənnət, cəhənnəm yaradır, araf yaradır və burada elə bil ki, ustadı ilə, Vergili ilə, yəni klassik, özündən də klassik keçmiş, elə bil ki, Dante Vergili haqqında danışır, onunla bağ qurur. Borges Dante ilə bağ qurur. Belə əsrlər üzərindən də, minilliklər üzərindən bağ qururlar bir-birləri ilə. Orada Dante Vergili ilə, ustadı ilə bir yerdə gəzirlər də, cənnətə gedirlər, o aləmlər qurub da orada, sonra cəhənnəmə gedirlər, orada kimlərsə görürlər. Bir zəngin, dəhşətəngiz bir mədəniyyət, mənəviyyat xəzinəsidir də bu kitab. Sonra orada Beatrice olur, Dante'nin sevgilisi olub, sevdiyi xanım olub, amma xanım onu sevməyib. O götürür orada ən yüksək yerə, ən belə əhəmiyyətli yerə sevgilisini qoyur, Beatrice'ni qoyur. İndi bu başqa bir məsələdir. Bu başqa məsələdir. Yəni kitab çox cəhətli, deyim ki, xariqüladəliklərlə dolu bir kitabdır. Söhbət indi hal-hazırda biz Dante'nin o İlahi Komediyası haqqında danışmırıq. Söhbətimiz əslində o deyil, sadəcə bir məqamla bağlı dostlar. Deməli, bu kitab müxtəlif şəkillərdə şərh olunub da, düzdür. Məsələn üçün, bax, mifologiya baxımından şərh olunub. Mifologiya baxımından öyrənilib, belə deyək. Dini baxımdan öyrənilib. Yəni insanlığın gəlişməsinə uyğun olaraq müxtəlif şəkillərdə öyrənilib. Borges deyir ki, məsələn üçün, bunu müxtəlif şəkillərdə şərh eləmək olar, müxtəlif şəkillərdə öyrənmək olar, müxtəlif şəkillərdə oxumaq olar, müxtəlif tərəflərdən. Borgesin barmaq basdığı yer budur. Deyir ki, bundan əlavə kitabda sevimlilik var. Kitabdakı sevimliliklər məsələsi var. Mən sizin fikrinizi buna cəmləmək istəyirəm. Yəni necə? Və Borges orada
mən indi o məqam üzərində dərinləşdirmə edirəm də. Yəni mən Borges bunu demir, amma mən onun üzərində dərinləşdirmə edirəm. Bu sevimlilik məsələsi mənə görə həmişəlikdir. Yəni məsələn üçün bir gün insanlar mifologiyaya inanmayacaqlar. Məsələn bu gün çoxu artıq inanmır, düzdür? Yəni ən azından biz mifologiyanı oyun kimi başa düşürük. Yəni məsələn üçün bir vaxtlar bəlkə də mifoloji təsəvvürləri ciddi qəbul edirdi insanlar. Yəni ona sözün ciddi mənasında onlara təsir eləyirdi. Bu gün məsələn mifologiya məsələn bir oyundur sadəcə də. Yəni bir düşüncə, hissiyat oyunudur, belə deyək. Təsəvvürlər oyunudur. İnsan beyninin bir oyunudur. Dini baxımdan da belədir. Məsələn mən dindən insan deyiləm və düşünürəm ki, dinlər də bir vaxtlar belə olacaqlar. Dinlərə yanaşma da belə olacaq. Dinlər də bir oyun kimi olacaqlar. Fəqət sevimlilik məsələsi yox. Çünki sevimlilik məsələsi bütün çağlarda və bütün dövrlərdə, bütün yerlərdə insanın təbii dünyası ilə bağlıdır. Yəni ki, insanın hərəkəti ilə bağlıdır. Hərəkət həmişə var. İnsanın hissiyat dünyasından bağlıdır. Yəni təbii adi hissləri ilə bağlıdır. Əməlləri ilə bağlıdır. Nə bilim, gedişi ilə, gəlişi ilə, hərəkətləri ilə, yeməsi ilə, danışması ilə, sevgisi ilə, sevməsi ilə, sevmə halları ilə bağlıdır və s. və s. Yəni insanın bütün dövrlərdəki, bütün zamanlardakı, hətta biz heyvanların məsələn dini yoxdur bizim bildiyimiz mənada. Yəni ən azından bizim dinlərimizə inanmırlar. Deyək ki, bizim mifologiyaya inanmırlar. Belə görünür də. Amma orada da sevimlilik var. Yəni onların varlığında sevimlilik var. Bu baxımdan sevimlilik bütün zamanlarda və məkanlardakı insanlar üçündür da belə deyək. Amma dinlər o qədər dinlər keçib gedib ki, yer üzündən, oho, nə qədər də din artıq yoxdur. Artıq buxarlanıb gedib. Mifoloji təsəvvürlər buxarlanıb gediblər. Məsələn mən tutaram ki, mifoloji təsəvvürlərə bu günlərə oyun kimi baxıram. Yəni bir düşüncə, hissiyat oyun kimi baxıram. Əgər istifadə edilirsə də belə ədəbi şəkillərdə istifadə edirəm də, hə, oyun kimi, ləzzət, intellektual ləzzət kimi, mənəvi ləzzət kimi istifadə edirəm. Bir vaxtlar dinlər də belə ola bilərlər əlbəttə ki. Amma sevimlilik insan varlığı ilə bağlıdır da. Yəni heyvanlardakı sevimlilik var. O da məsələn onların mövcudluğu ilə bağlıdır. Təməl mövcudluğu ilə bağlıdır. Həm bütün dövrlərdəki mövcudluqları ilə bağlıdır. Borges də orada buna toxunur. Deyir ki, məsələn bu kitaba Dante tutalım ki, dindar insan olub bir tərəfdən, tutalım hansısa bir inancı olub, inanclı insan olub. Onun kitabı şah əsəri müxtəlif şəkillərdə aydınlığa çıxarıla bilər, açıqlana bilər. Dini baxımdan, mifoloji baxımdan və s. ədəbi baxımlardan, çoxlu tərəflərdən də şərh oluna bilər. Amma Borges sevimliliyə orada barmaq baxır. Kitabdakı sevimliliklərə. Deyir ki, siz bir də kitabı bu tərəfdən oxuyun. Yəni necə? Həmən mənim dediyim sözlərlə bağlıdır. Yəni bir kitabda o qədər çox xariqüladəlik olmalıdır ki, o qədər çox zənginlik olmalıdır ki, o bütün dövrlərdə bu belə aktuallaşsın. Hər bir dərin mütəfəkkir, hər bir dərin zəkalı intellektual, hər bir dərin zəkalı oxucu, tamaşaçı, izləyici, dinləyici sürəkli onu aktual salasın. Sürəkli orada müxtəlif cür sevimliliklər, gözəlliklər kitabı tapsın ki, o bitməsin. Və bütün yaxşı kitablar belədirlər dostlar. Bitməz, tükənməz xəzinələrdirlər, mənəviyyat xəzinələrdir. Ona görə də onlar həmişə aktual qalırlar. Məsələn, Homer 2000 ildir ki, aktualdır. Zaman azalıb, çoxalıb, amma yenə də o zəkalar ortaya çıxan kimi onu tapıblar və üzə çıxardıblar. Nəyə görə? Məsələn, örnək verirəm. Məsələn, bayaq Buddizm. Nəyə görə? Çünki onun içində çoxlu xariqüladəliklər var, ali mənəviyyat var. Ona görə o müxtəlif dövrlərdə, müxtəlif şəkillərdə açıqlanır, aktual olur, yenidən dirilir. Və Borges bu dəfə də ilahi komediyanı bu tərəfdən dirildir. Yəni sevimliliklər baxımından dirildir. Nədir orada? Orada deməli, dostlar, çox incə bir məqam var, Borges bunu necə tutub belə ləzzət elədi. Mən çox sizlə də bölüşmək istəyirəm. Deməli, orada iki cəhənnəmə düşür də. Cəhənnəmdə rast gəlir də, bu müxtəlif insanlara rast gəlir. Məşhurlara, o vaxt nə bilim də, şairlərə, bütpərəst şairlərə, bunlar cəhənnəmdədirlər də. Hə. Dante indi xristiyandır da, mən bildiyim elə belə çıxır. Yəni xristianın nöqteyi-nəzərindən onlara qiymətlər verir. Aydın məsələdir, bu onun oyunudur. Əlbəttə inan məsələsi də var burada, amma aydın məsələdir ki, bu Dante'nin oyunudur da, oyun qurub. Oyununa bizi dəvət edir, oyununda iştirak eləməyə dəvət edir. Nə bilim, çoxlu orada
aləmlər qurur və cəhənnəmdə iki sevgiliyə rast gəlir. O dövrün dini baxışlarına görə bu sevgililər günah eləyiblər də bir-birlərini sevməklə. Və bu Dante onları cəhənnəmə salır. Yəni ki, siz sevmisiniz bir-birinizi və şəhvət günahına batmısınız, siz cəhənnəmliksiniz. Belə bir təsəvvürdən aydın məsələdə o vaxtın təsəvvürlərinə görə belədir. Yəni ki, sevgililərin cəhənnəmə düşməsi doğru olmaz, heç bir şəkildə heç doğru deyil. Yəni bunu sən məntiqi baxımdan çox analiz edirsənsə, belə bir şey ola bilməz də, mümkünsüz bir şeydir. Amma Dante o vaxtın aydın məsələ ədəbi oyun qrupda o vaxtın baxışlarına əsasən, yəni çox qədim dövrlərin baxışlarına əsasən, orta əsrlərin baxışlarına əsasən o sevgililəri cəhənnəmə salır, çünki onlar şəhvət günahına qol qoyublar da, ora salır və orada bir məqam var. Deməli Dante Beatriçanı sevir axı. Beatriçanı sevib, amma qız xanım onu sevməyib də, Danteni sevməyib. Amma orada yenə sevgilisini ən yüksək yerə qoyur. Nə bilim, cənnətdə Arafda qoyur. Cənnətin ən yüksək yer mərtəbəsinə qoyur da. Mən bildiyim qədərilə. Ən yüksək yeri ona verir də, belə deyə bilərik. Amma orada bir məqam var. Beatrice Danteni sevməyib axı. Deməli bu sual verir ki, bu iki sevgilini görür orada, cəhənnəmdə. Bunlara sual verir ki, siz necə sevgi anlarınız necə idi? Yəni necə sevgi, necə bu şəhvət günahına batdınız da, sevgi məqamınız necə idi? Təqribən bu cürdür məsələ. İndi Dante bu çox əcayib bir şey dostlar, çox incə məqamdır. Bu insani məqamı tapıb da orada Borges. Yəni məsələn sən dini baxımdan kitabı şərh edə bilərsən. Fəlsəfi baxım, müxtəlif metafizik şəkillərdə şərh edə bilərsən. Mifoloji baxımdan şərh edə bilərsən. Ədəbi baxımdan şərh edə bilərsən. Lingvistik baxımdan şərh edə bilərsən. Çoxlu şəkillərdə açıqlaya bilərsən də kitabı. Dante'nin tutduğu şey çox insani təbiəti ilə baxılmaz. Borges'in dostlar. Borges'in tapdığı isə insani tərəfdən şərh edib də. Yəni necə? Dante onlara sual verir ki, sevimlilik də siz necə, yəni sevgi anlarınız necə idi? Necə oldu? Şəhvət günahına batdınız. O qız desən söhbət edir orada. Qızla oğlanı seviblər də bilən. Qız desən söhbət edir. Qız desən söhbət edir ki, belə oldu. Biz kitab oxuyurduq, nə bilim, dodaqlarımız bir-birimizə qovuşdu. Nə belə. Dante buna qulaq asır belə. Qulaq asır. Belə bunlara qulaq asır, bu danışır, maraqla qulaq asır da o necə bilirsiniz necə bir şeydir bu. Sən sevəndə, məsələn, aşiq olanda sevgilinin ən adi bir dənə işarəsi belə sənin üçün dünya ola bilər də. Ən adi işıqlı, ümid verən bir hərəkəti, bir nə bilim, ehyamı, nə bilim də, bir davranışı belə sənin üçün dünyada ola bilər də. O aşiq olanda məsələn üçün de ki, sevgilinin nə bilim, rəfiqəsindən və ya rəfiqəsi belə sənin üçün dəyərli olur da, bir bağ olur da, ona aparan bir bağ olur. Nə bilim, onun bir dənə yaxşı sözü, bir ümidverici sözü sənin üçün nə bilim də sevinc qaynağı olur da. Bu da indi sevir axı, Dante də sevir axı. Beatriçanı sevir axı. Sevgi mövzusu bu üçün maraqlıdır. Cəhənnəmdədir. O sevgililər də cəhənnəmdədir. Amma fərqi yoxdur, cəhənnəmzadə unudub. Sual verir ki, siz necə sevgili oldunuz filan da, sevgi məqamınız necə idi, sevgi anı necə idi, necə şəhvətə batdınız da, indi mənə sual verir. Bu qız da söhbət edir, belə eləyirdi, kitab oxuyurdu, nə eləyirdi, dodaqlarımız bir-birimizə qovuşdu da. Bu da Dante qulaq asır, birdən ürəyi gedir. Borges bunu tutur da, ürəyi gedir necə? Deyə bu məqam necədir dostlar? Bir də bu tövsə gülməli gəlməyəcək, bir sizə sevimli gəlməyəcək. Mənə hədsiz çox sevimli gəlmişdi. Dante səndən həmişə belə düşünür. Borges orada Dante'nin halını belə şərh edir. Deyir ki, Dante belə düşünür, bax. Bu sevgililər cəhənnəmdədirlər. Nə olsun, cəhənnəmdədirlər. Həmişə bir yerdə olacaqlar, bir-birlərini sevəcəklər. Mən isə Beatrice'yə qavuşmamışam da, yəni ona görə qısqanır, ürəyi gedir orada. Yəni ki, cəhənnəmdə olsalar da belə, o bir məqamdır, sevimlilik məqamıdır. Cəhənnəmdə olsalar da belə qovuşurlar da bir-birlərinə. Amma mən isə Beatrice'ni cənnətə harasa yüksək yerə qoyuram, cənnətə qoyuram. Amma nə olsun, amma mənə sevmir və mən ona qovuşa bilməyəcəyim heç vaxt. Qısqanclıqdan ürəyə gedir. Yəni qəş edir belə də, belə halsızlaşır və ürəyə gedir Dante'nin. Burada Borges elə ki Dante o cənnəti, cəhənnəmi filanı qurub da onları özü gəzir orada, müəllimi ilə bir yerdə gəzirdi, orada vergi ilə, ustadı ilə bir yerdə.
Həmin məqamda bu özün elə bil mövzu özün qəhrəman eləyib də orada belə deyək. Ürəyi gedir həmin məqamda. Deyir ki, bax onlar cəhənnəmdədirlər. Tamam, cəhənnəm əzablarına düşəcəklər tamam ki. Amma həmişə bir yerdə olacaqlar. Həmişə bir yerdə və xoşbəxt olacaqlar. Nə olsun, mən cəhənnəmdə deyiləm. Sevgilimi də, sevdiyim xanımı da cənnətin ən uca güşəsinə qoymuşam. Amma mən ona qovuşa bilməyəcəyəm. Qısqanclıqdan halsızlaşır və ürəyi gedir, yıxılır yerə. Yəni orada bunu demir. Dante bunu demir. Borges deyir ki, o qısqanclıqdan orada onun ürəyi gedir. Yəni ki, onları fikirləşir, onları söhbətdən qulaq asır qızın, fikirləşir, onları təsəvvür eləyir. Bir heç kəs yox, o şey yaşamayacaq. Ürəyi gedir, yəni qısqanır. O sevgililərin taleyini qısqanır. Cəhənnəmdə olsalar belə qısqanır. Deyir ki, nasıl cəhənnəmdədirlər, amma qovuşurlar da, amma heç vaxt qovuşa bilməyəcəm və ürəyi sıxılır, ürəyi gedir. Belə bir dostlar, sevimlilik var idi orada. Borges tapıb bunu. Mənə çox ləzzət eləmişdi, istədim sizlə də bölüşüm. Bu nə ilə bağlıdır? Bu xariqüladəlik məsələsi idi, yəni. Kitab başqa tərəflərdən şərh edilir, açıqlanır, aktual olur, çoxlu orada dəyərlər, xariqüladəliklər tapılır. Borges də belə bir incə məqamı tapıb, incə mənə çox ləzzət eləmişdi. İstəyirəm sizlə bölüşüm. Və çoxlu başqa belə incəliklərin olduğunu deyir bizə Borges. Deyir ki, buna indiyə kimi heç kim diqqət eləməyib. Buna bənzər bir söz deyir və ya bu cür bir yanaşma sərgiləyir. Mən də biraz öz düşüncələrimi ürətirəm də o söhbət ətrafında. Ona deyir heç kim sevimliliyə heç kim diqqət eləməyib, amma sevimliliyə də kitabdakı sevimliliklərə də diqqət eləmək lazımdır. Diqqət eləmək lazımdır. Belə dostlar, bilmirəm, sizin xoşlayardı bu söhbəti ya. Xoşlayarmaqsa üzr biləsiniz. Hələlik özünüzdən müayət olun. Aydın məsələdir ki, bunlar azadə söhbətlərdir dostlar və mən də çox arzulayıram ki, mənim tamaşaçılarım, dinləyicilərim azadə şəkildə bu söhbətlərdən ləzzət alsınlar dostlar. Zövq alsınlar və sonra da zövqlə bağlı olaraq çoxlu başqa effektlər, nəcibləşdirici effektlər yaşasınlar. Hələlik dostlar, sizdən müğayət olun. Mən arzu edərdim ki, həmişə poeziya ilə qalaq. Gözləməyə, gözü xeyirə qalsın.